Zəbur 62-ci məzmur. Musiqi rəhbəri Yedutun üçün Davudun məzmuru. Susan qəlbim yalnız Allahı gözləyir. Ondadır qurtuluşum. Yalnız odur qayam, qurtuluşum. O mənim qalamdır, mən əsla sarsılmaram. İnsan divar kimi əyləndə, hasar kimi laxlayanda, nə vaxtadək üstünə hücum eləyəcəksiniz? Nə vaxtadək onu əzəcəksiniz? Yalnız fikirləşirsiniz onun nüfuzdan salaq. Çünki yalandan zövq alırsınız. Diliniz xeyir dua söyləsə də, qəlbiniz lənət yağdırır. Ey qəlbim, sükutla Allahı gözlə. Çünki ümidim ondadır. Qayam, qurtuluşum yalnız odur. O mənim qalamdır. Mən sarsılmaram. Qurtuluşum, şərəfim Allaha bağlıdır. Allah möhkəm qayam və pənahımdır. Ey xalq, hər zaman onu arxalan. Onun hüzurunda qəlbini açıb boşalt. Çünki Allah bizim pənahımızdır. Bəşər övladları yalnız bir nəfəsdir. İnsan övladları fanidir. Tərəzinin gözündə çəkərkən hamısı yuxarı qalxır. Çəkisi bir nəfəsdən yüngül gəlir. Heç zaman zorakılığınıza güvənməyin. Talan malına boş yerə ümid bağlamayın. Var dövlətiniz artsa da ona arxalanmayın. Allah bir dəfə dedi, bunu 2 dəfə eşitdim. Qüdrət Allahındır. Ey Xudavənd, məhəbbət sənindir. Sən hər kəsə əməlinə görə əvəz verirsən.